Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Ve lanetullah ala a'daihim ecma'in. Minel an ila liqai yevmiddin. Nəhməduhu və nəstə'inuhu. Rabbi şrah li sadri və yassir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Sadaqallahul əliyyül əzim. Allah Teala ibadət taatimizi qəbul eləsin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Allah Teala bizi dünya və axirət, Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən bir nəsib eləməsin inşallah. Allah Teala bu iki qat mübarək günü tamam möminlərə mübarəklər qərar versin inşallah. Ağamız İmam Zamanın gəlişi ilə inşallah tamam möminləri sevindirsin. İslamın düşmənləri var, hansı məqamdadılar, hansı yerdədirlər, Allah Teala tezliklə məhv nabud eləsin inşallah. Bu mübarək günü İmam Rıza Aleyhisselamın mövlud günün mən də sizə təbrik ərz edirəm inşallah. Allah Teala bizi o ağanın həqiqi dostlarından və köməkçilərindən qərar versin inşallah. Allah Teala bizi onların şad günündə inşallah sevinənlərdən qərar versin inşallah. Allah Teala bu dərya ki, bu kəramət, fəzilət ki vardır, inşallah bizi ondan bir nəsib eləməsin. Bizim keçən cümələrdə ki mövzumuz var idi, o mövzudan bu günləri istisna olaraq istədim biraz İmam Rıza Aleyhisselamla danışam və bir hədis İmam Rıza Aleyhisselamla oxuyam və biraz da inşallah İmam Rıza Aleyhisselamın həyatındakı baş verən bəzi məsələlərdən danışaq, bir baxaq, görək ki, nə hadisələr baş verib. Əhl-i Beyt, Peyğəmbər özü bir bayaq dediyim kimi dərya kiçik misaldır onların müqabilində. Sadəcə bizim başqa misalımız yoxdur onu deməyə. Ondan bəhrələnməmək dünyanın bədbəxtçiliyindəndir və bəzən insanın imkanı olmur bir şeydən istifadə eləməyə. Bəzən də bir şeydən istifadə eləməkdən ötəri heç zəhmət istəmir, əziyyət istəmir elə. Sadəcə bir fikir, bir niyyət lazımdır nədənsə istifadə eləməyə. İsti günlərdə hava sərinləşəndə, xəzri gələndə, külək əsəndə o buradan durub hardasa bir sərin yerdə gedib sərinləşmək ya filan qədər verib, məsələn, kondisioner alıb evi sərinləşdirmək qədər çətindir. Sadəcə bir pəncərəni açmaq lazımdır ya qapını açmaq lazımdır ya da ki fərz eləyək durub bayıra çıxmaq lazımdır bir neçə addım. Ta sən o küləyin, o nəsimin, o rəhmətin bərəkətindən, sərinliyindən istifadə eləyəsən. Bizim həyatda çox işlərimiz var və buna qədər də işlərimiz çoxdur. Amma bura yetişəndən sonra çox da dərin deyil. Biz dənizin, dəryanın ortasında elə bilin ki, bir dənə daşın, qayanın üstündə oturmuşuq, amma o sudan istifadə eləmirik. Eləyə bilmirik yox, eləmirik o sudan. Biz elə bil bu dərəcədə, məsələn, sərinlikdə, bu dərəcədə xoş ab-ı havada, məsələn, bağlamışıq pəncərə qapımızı, oturmuşuq evin içərisində, rəhmətin içəri girməsinə mane oluruq. Adətən büyünləri, əksərən dünya yeryüzü onun kimidir. Allahın elmi, Allahın rəhməti, Allahın bəndələrinin fəziləti, bərəkəti, rəhməti bütün dünyanın hamısını əhatə eləyib. Bir yerə ki, imamın ayağı dəyə, o yerdə təbiidir ki, ya fəlakət olacaq, ya da ki, əmniyyət olacaq. Fəlakəti olar ki, küfr vilayəti olar. Əmniyyət olar ki, mömin bir vilayət olar. İmamda ki, biz heç birimiz deyə bilmərik, buradadır, ya hardadır, başqa yerdədir. Bu mümkündür və eyni halda deyək və yaxud deyək ki, bir neçə saatin içərisində onun dünyanın hər yerində olmaq iqtidarı var və olur da.
Amma niyə biz bəhrələnmirik, niyə bu cürə olur? Yenə onun günahı biz öz qapımızı bağlamışıq, öz pəncərəmizi bağlamışıq, ona görə istifadə eləmirik. Səhər durursan, deyirsən, səhərə qədər istidən yatmamışam. Deyirlər, külək, çöldə buz kimi külək var idi. Mən qapı pəncərəni örtmüşdüm. Adam yatanda da elə yatmaz ki, hava 20 dərəcə dəyişəndə də xəbəri olmasın. Ona görə insanlar qəflətdədir. Amma o qəflət ki, insanda olmalıdır. Allah o qəfləti dahi bu qədər deməyib ki, sən bu boyda rəhmətdən də istifadə edə bilməyəsən. Bu boyda bərəkətdən də istifadə edə bilməyəsən. Çaya gedəsən, susuz qaydasan. Qədimkilər deyir də, səni çaya susuz aparıb, susuz gətirirəm. İndi şeytan bizi çaya susuz aparır, susuz gətirir. Dəryaya susuz gedib, susuz gəlirik. Adam var, məsələn, görürsən, bir 10.000 pul xərc çəkir, bir ayda yollarda olur, gedir Məkkəyə, qayıdır, gəlir, görürsən ki, gedib hələ biraz da orada qoydub, gəlib. Hələ gedib boş qayıdıb, bir şey gətirməyib, heç hələ gedib orada da bəzi şeyləri qoyub, gəlib. Bu insanın özünün günahıdır, insanın özünün qəflətidir, insanın özünün neymətin qədrini bilməməliyidir. Lap başqa bir cürə desək ki, insanın özünün öz səviyyəsini bilməməlidir. İnsan bilmir ki, Allah Teala bunu ondan ötürü yaranıb. İnsan bilmir ki, bu Əhl-i Beytin balaları, nəvələri didərgin olublar bu vilayətlərdə, bu çöllərdə düşərgə salıblar, aclıq çəkiblər, yol gəliblər, qəribəçilik çəkiblər. Bundan ötürüdür ki, Allah istəyib bunlardan hərrəsindən bir nişanı olsun. Bu yerlərdə, bu yerlərə rəhmət olsun. Bu yerlərə bərəkət olsun. Və bu yerlər ondan istifadə eləsin. Bunu bilmir insanlar. Bunu düşünmür insanlar. Amma bunu düşünmək lazımdır. Adamın elə xəstəsi olanda qaçır, məsələn, gedim xanımı ziyarət edeyim, bir beybətdə gəlim, ya sən bir şey olanda, görsən mən bu asuda çıxdım, o zaman ki, nicat tapdınız, izahım yüşrükün. Başladınız gene həmin elədiklərinizi eləməyəcək. Bu qəflətdədir, bu dərəcədə insan qəflətdədir. Bəzən olub ki, bir insanın uzun xəstəliyi olub, 1000 dənə həkimə gedib, müalicə olunmayıb, bir dənə həkim onu müalicə edib. 5 gündən, 10 gündən, 1 ildən, 2 aydan, 2 ildən sonra görsən, o xəstəlik onda ya təzədən baş qaldırıb, ya başqa bir xəstəlik. Təzədən düşür qapı-qapı həmin həkimləri ki, buna rədd cavabı vermişlər, buna müalicə eləyəməmişlər, əslən əks müalicə eləmişlər, pulun yemişlər, onların hamısının qapısını döyür, amma o həkim ki, onu sağaltmışdı, heç onu yadına sala bilmir. Təsadüf nəticəsində indi yuxuda görür, toyda rastlaşır, yasda rastlaşır, bir yerdən yadına düşəndə deyir, vay mən elə bu var imiş də yadımdan çıxartmışam. Amma bu bir danışdığımız həkim mislində deyir ki, məsələn, adam Allahın rəhməti, Allahın bərəkəti, Allahın Əhl-i Beyti, imam, peyğəmbər lap bu dərəcədə ola ki, biz həkim kimi onu bu cürə unudaq, ona bizim haqqımız yoxdur. O insanlıq dəftərində yoxdur. İnsan insanlıq dəftərini qaraldır, körrəyir, ondan sonra oranı ləkələyir, ondan sonra orada oxuya bilmir. Elə bir qeydiyyat aparmışsan, birinin nömrəsini yazmışsan ora, gəlirsən, baxarsan ona zəng eləməyə, baxırsan, görürsən, cırılıb oradan yoxdur. Ya mürəkkəb dağılıb onun üstünə, ya su tökülüb üstünə, yazı silinib gedib. Və insan öz insanlıq kitabını o günə qoyur. Və nəticədə də açıb vərəqləyəndə orada boş qaraltıdan başqa bir şey görmür. Və nəticədə də gəlir ki, qiyamətin günündə onda görür ki, mənim nicat tapmağa nə qədər yerlərim var imiş, nə qədər imkanlarım var imiş, nə qədər səlahiyyətlərim var imiş, nə qədər fürsətlərim var imiş, onda döyür başına ağlayır. Və əfsus da onun heç bir faydası olmur. Bəs dünyada bunu nəyə satdın bunları? Heç nə, həvai nəfsə. Həvai nəfsdən başqa bir şey yoxdur. Heç nə, hamısı həvai nəfsdir. Bizim tezlərindən axşama qədər görərsən, gördüyümüz işlərin seçsən, yıxsan, bir elə bir ovucu gələr, o da belə də məcburi surətdə çıxar belə. Amma baxırsan, görürsən ki, nədir? Hamısı həvai nəfsdəndir. Biri toy eləyir, görürsən 8 dənə xanəndə gətirir. Axı da bu toy deyir, bu arzu deyir, bu məsələn iş deyir ki, bu həvai nəfsdir də, elə deyir. Birinin dədəsi ölür, görürsən 6 cürə yemək verir. Axı bu ehsan deyir, bu da həvai nəfsdir, elə deyir. Elə deyir. Biri görürsən, məsələn, girib məscidə səhər tezlərindən axşam saat 12-yə qədər namaz qılır. Vallahi o da ibadət deyir, o da həvai nəfsdir. Bizim 2 dənə Cabir varımızdır. Birinin adı Cabir ibn Abdullah Ənsaridir, biri də Cabir Cofidir.
Cabir ibn Abdullah Ənsari ki, həmin adam idi, Həzrəti Peyğəmbər dedi ki, İmam Baqirə məndən salam deyərsən. O da gəldi İmam Baqir əleyhissalama, dedi cəddün Peyğəmbər məndən sənə salam göndərib. İmam Baqir əleyhissalam da az yaşlı idi. O dedi ki, sən onda Cabir ibn Abdullah Ənsari olarsan. Dedi, bəli. Bir dənə də Cabir varımızdır, imamın tələbəsidir, ya əshabındandır, ya İmam Səccad əleyhissalamın əshabındandır. Cabir Cofi. Zahirən Cabir Cofi idi. Cabir ibn Abdullah Ənsari imamı görəndə uşaq idi yaşı. Bu çox ehtimal Cabir Cofi idi. Oturdu İmam Baqir əleyhissalamın qabağında, dedi ki, ağa, mən bir halə yetişmişəm indi, xəstələnsəm də xoşum gəlir, sağlam da olsam xoşum gəlir, ac da qalsam xoşum gəlir, tox da olsam xoşum gəlir. Allah məni hansı vəziyyətə düşsəm ona şükür eləyirəm. Görürsən, xəstələnmişəm, xəstələnməyimdən xoşum gəlir. Sağlamam, sağalmağımdan xoşum, sağlam olmağımdan xoşum gəlir. Bunu belə ürəklə, ləzzətlə, dadla danışdı İmam Baqir əleyhissalama. İmam buyurdu ki, amma Cabir, biz əhl-i beyt elə deyirik. Biz əhl-i beyt elə deyirik. Cabir daha balaca adam deyir. İmam dedi, biz əhl-i beyt elə deyirik. Dedi, bağa siz nəsiz, necəsiz, dedi, biz hansı halda olsaq, o halımızdan Allah razı olsa ondan xoşumuz gəlir. Əgər Allah razı olmasa ondan acığımız gəlir. Sən bəzən keyfiyyət düşür ki, Allah səni bir xəstələndirsin, bir əziyyət çəkəsən, şükür eləyəsən, ağlayasan, belə diri gözlü ağlamırsan, ləzzət eləyir sənə, Allahdan xəstəlik istəyirsən. Bir dənə gripin mikrobu yoluxur sənə, ağrıyırsan, hal tutursan, ondan başlayırsan Allahla razı niyaz eləməyə. Burada Allahın xoşuna gəlmək yoxdur ki, bu sən istədin belə Allahla razı niyaz eləyəsən. İstəyirsən əlin kasıbçılığa düşsün, qəhətlik olsun ki, sən orada əlində bir bəhanə ola götürəsən, Allaha göstərəsən ki, Allah, kasıb ama gör necə şükür eləyirəm. Burada da Allah, bəlkə Allah istəyirdi sən elə varlı olasan. Məsələn, bu misalların hamısını müdür edir, amma yox. Biz elə Allahımız bizi xəstə görmək istəsə sevinirik, sağlam görmək istəsə də sevinirik. Mən əz dərd-ü dəvayı vəsl-i hicran pəsəndə mantıra canan pəsəndə. Mən bu xəstəliyin, dərmanın, vəslin, hicranın üstündən onu bəyəndim ki, onu Allah bəyənir. Bəs bu belə çıxdı ki, bunda həvai nəfsidir də, elə deyir. Dədəm ölüb, biri gəldi dədnəsinin qəbrinin üstünü düzəldirdi, bir kətdə $40.000 15 il bundan qabaq ona xərc çəkdi. Soruşdular ki, axı bura plana düşür, özdə sökürük. Görürsən ki, sökə-sökə də gəlirik. Hamıdan da icazəsini almışıq. Sənin qəbrüvə dəyməyəcək, elə qəbirlər qalır, üstün düzəldəcək. Amma bunu sökəcək. Fikirləşdi, dedi, sən Allah, anam dünyada bir gün görməyib, bir il çəkər bura çatmağız, dedilər, hə. Dedi, anam dünyada bir gün görməyib, heç olmasa qoy bir il qalsın bunun üstündə. Həvai nəfsdir də. Əgər istəyirsən, anan dünyada gün görməyib, ahirətdə bir gün görsün, onun üstündəki 5 dənə daş ona nə edəcək? Bəyən, məsələn, İmam Rıza əleyhissalamın o boyda bariqahı var, o boyda hərəmi var, İmam Baqir əleyhissalamın üstündə içinə yoxdur, o imamın şəninə bir nəqs gətirir. Bəlkə əla-uzubillah fəzilətindən azaldır. Bu, indi buradakının məsələsi ayrıdır. Amma həvai nəfsdir ki, $40.000 onda versəydi, inandırım sizə ki, ən azı bir 4 dənə ev alardı. 4 dənə yetim, 8 dənə yetimi birləşdirərdi, bir ev eləyərdi, oturardı içində. Ondan sonra gör, onun anası keyf eləyirdi, orada ya eləmirdi. Bunlar hamısı həvai nəfsdir. Ona görə biz nələrdənsə məhrum oluruq, hamısının başında həvai nəfsdir yanır. Və illa Allahın bizlə düşmənçiliyi yoxdur ki, bizi məhrum eləsin. Bu küləyi Allah əstirib. Heç görübsünüz qonşunun əyətinə küləyə bizim əyət əsməyə? Arada olur, bura yağır, oraya yağmır. O da buluddur da, indi da belə, onun bir məsləhəti olar. O da bizim elə bəzən günahımızdan olur. O da bizim üçün bir dənə Allahın möcüzəsidir, nişanəsidir. Amma da külək əssin, bu evə həyət əssin, o bir həyət əssin, belə şeyimiz yoxdur. Allahın rəhməti bütün dünyanın hamısını bürüyüb. İmam Rıza ki, imamdır, istər onun diriliyində, istər bu vaxtında, elə o rəhmət də hamı üçün, hamı ondan istifadə eləyə bilər.
Amma görürsən biri İmam Rıza Aleyhisselam birinin başının üstünə gəlir, behişdə aparır, birində gəlir cəhənnəmə göndərir. Axşam qardaşlar danışırdı. İmam Rıza Aleyhisselam Nişabura gələndə, yəni Xorasana gələndə ki, Nişaburdan keçirdi, orada bəzi hadisələr oldu, o Silsilət-ü Zəhəb hədisində orada dedi, 20.000 nəfər də o hədisi orada yazırdı, bunların hamısını bilirsiniz. Bəzi hadisələr orada, məsələn, imam dedi ki, gedim mən bir saçımı qırxdırım, bir üz-gözümə bir əl gəzdirim. Dedilər, ağa, Əbasət dedi, ağa çağıraq gəlsin bura, dedi, yox, özüm gərək gedəm. Getdi, Əbasət deyir, vallahi elə gedirdi, bu elə bilirdi, Mədinədə gəzir. Öyle küçənin o yan yana dönmədi. Düz getdi, orada da adam var idi. Oturdu növbədə və gəlib növbəsi çatanda durdu. Bu da keçdi, oturdu orada. Bu oturanda ki, başladı islah eləməyə ağanın saçın saqqalın. Soruşdu, eşitmişəm, Musa Rıza gəlib, Musa ibn Kazım gəlib Nişabura, eşitmişsən? İndi dəlləkdən soruşur, dedi, eşitmişəm. Dedi, nə əcəb getməmsən onun bir görüşünə? Dedi ki, vallahi, mən bu əlimdən elə bir 7-8 dənə yetim saxlayıram. Yetsən bir saatlıq, onların biri ac qalacaq. Bir budur. Bir də məsələn, işdən də sonra imkan eləyib, vaxt eləyib gedərəm, fikirləşirəm ki, axı, mənim vücudum nədir ki, mən gedəm onun müqəddəs vaxtını tutam, onun bir 5 dəqiqəsini tutam, onun istirahətinə mani olam. Bəlkə bir nəfər gələcək məndən başqa, ondan bir vacibi məsələ soruşsa, mən gedəcəm sırf elə əlini öpəm. Ya deyəm ki, ağa, mənə biraz dua elə filan işim düzəlsin. Amma ola bilər ki, bir nəfər gələcək, bir elmi bəhs eləyəcək, bir elmi sual soruşacaq, bir məsələ həll eləyəcək, qoy elə o getsin. İmam dedi ki, narahat olma, sən getməmsən onun ziyarətinə, o gəlib sənin ziyarətinə. Bu gördü ağadır. Ağa dedi ki, istəsən, bir şey istəsən məndən, dedi ki, bu yetim yesiri çatdıra bilmirəm. O daş ki var idi bu boyda, ondan ülgücünü itildərdi. Ağa bir nəzər elədi ona, döndü oldu qızıl. Dedi, ged müşkülləri həll elə. Belə şeylər olar. İmam Hüseyin Aleyhisselamla biri soruşur ki, Həzrəti Salman artıqdır, mən sənin Əbülfəzün. Hansı artıqdır? İmam Hüseyin Aleyhisselam başını bullayır, deyir, and olsun Allahın izzəti cəlalına. Mənim bu Əbəlfəzim dünyaya bir dəfə nəzər eləsə, yeryüzünün məxluqatının hamısı dönüb Salman olar. Bir dəfə gözünün ucu ilə baxsa dünyaya, yeryüzünün insanların hamısı dönər Salman olar. Necə yəni Salman artıqdır, yoxsa Əbazər? Əbülfəz. Əbülfəz Aleyhisselam bu məqamdadır. İndi bunlar bu məqamdadılar. Bir baxdı ona, döndü oldu qızıl, dedi, mayehtacın hamısını ondan rəf elə geçsin. Yola ver geçsin. Bu işin qutarandan sonra ağa çıxanda düşdü ağanın ayağına ki, ağa, mən səhv elədim. Səndən çox kiçik şey istədim. Dedi ki, nə istəyirsən? Dedi, mən istəyirəm ki, mən can verəndə sən gəlməmiş, mən can verməyəm. Ağa ona söz verdi. Məmunun məlunun məclisində oturmuşdular. Heç kimin də ixtiyarı yox idi. Məmunun məclisi də məmun ayağa durmamış dura. Əbasət deyir, gördüm ki, İmam Rıza Aleyhisselam durdu ayağa. Qorxdum ki, məmun qəzəblənə. Tez keçdim qabağa ki, ağa, hara dedi, mən Nişabura gedim. Bizim bir dostumuz var, çətinli, il yarım üstündən keçib. Bu adam da bir aydı yıxmışlar üzü qibləyə, mollalar bir dənə gəlib üstündə Yasin oxuyub, Ər-Rəhman oxuyub, təliqini oxuyurdular, canım tapşırmırdı. Bu da deyirdi, özünüzü yorum o, mənim gözləyənim var, o gözləyənim gəlməsə mən ölməyəcəm. Mən onunla əhd peyman eləmişəm, Allahla əhd peyman eləmişəm. Gördü İmam Rıza Aleyhisselam gəldi. Gəldi İmam Rıza Aleyhisselam başının üstündə bir salavat dedi, ya məsələn sure oxudu, ondan da neynədir? Dünyasını dəyişdi. Dedi ki, biz kimə vədə vermişik, elə vədəmizdə varıq. Nişaburun küçələrində gəzəndə bir xanım gəldi, ağa,
İstəyirəm evimiz, təndirimiz bərəkətli olsun. Qədimdə çörəyi təndirə bişirərdilər. O təndiri deyərdilər, Allah təndiri və bərəkət versin. Özdə yol qırağında düzəldərdilər qədimdə təndiri həmişə ki, gəlib gedən də o isti çörəkdən neynəsin, yesin. İndi kimin nəyisə var viskan, burada da gizlətmək ürəkli eləmir, aparıb Yahudinin İngilisin bancına qoyur, orada gizlədir, birdən bilərlər, deyərlər, mənə də 5 manat ver. Buradan da İngilisin quyruğun dişləyən kimi, əstağfurullah, qulağa hörmətsizlik elədim, quyruğun dişləyən kimi o da oradan şotun bağlayır, der, ged hələ bir xeylaq fikirləşsinəm. Ondan sonra qalır, bundan da olur, bundan da olur. O azancı çıxmışdı mənbərə, minarəyə azan deməyə, danışmışam onu sizə. Qonşunun qızın gördü orada. Elə azanı yarımçıq, belə bir təhər və sallallah düşdü məscidə day namaza yox, qaçdı qonşunun qapısın. Gəlmişəm elçilikə, dedilər, xoş gəlmişsən. Gəl keç içəri. Bunlar gördülər ki, bu ciddidir fikrində, dedilər ki, biz Məsihiyik, sən Məsihiyyatı qəbul eləməsən, qız sənə yoxdur. Dedilər, Məsihiyyat yox ha, istəyirsiniz belə eləyim də, sizdə bu Hindistanda nə qədər din var, hamısını qəbul eləyim. Ancaq təki qızı verin mənə. Da azancılıq yaddan çıxdı, cəmaat namazı yaddan çıxdı. Bu Məsihiyyəti qəbul elədi, mürtəd oldu. Onlar da gördü ki, biz bu qızı kiməsə verməliyik. Elə? Bundan etibarlısı hardadır? Kimsə ola bilər varından keçər, kimsə dövlətindən keçər, kimsə atasından keçər, kimsə anasından keçər. Bu ki, dinin də satdı. Bundan yaxşı kürəkən olmayacaq bizə. Verdilər qızı buna, əqdlərini də oxutturdular bir dənə süpürgə ilə keşişə. İndi bunlar çıxırlar üzü yuxarı otağa, zifafa. Qız getdi, girdi bu axırıncı pilləkəndə, sürüşdə ayağı dımırlandı, dəydi yerə. Nə oldu? Hara getdi? Siz deyirsiniz, ha, cəhənnəmə. Allahın rəhməti böyüdür. Bəlkə behişdə apardı, amma bizim fiqhi qanunumuzla, üsulü qanunumuzla, Quran ayəmizlə və əqidəmizlə ona cəhənnəmdən başqa bir yer yoxdur, getdi. Nə kürəkən ola bildi, nə ər ola bildi, din də getdi, azam da getdi, ömür də qutardı. Ömür də qaldı pis günə. Hər şey verdi əldən. Ona görə insanlar aparıb gizlədirlər orada burada. Gördünüz? O dəli polkovnik nə idi? Qəddafi, dəli polkovnik deyirlər də ona. Elə demirdilər. Mən elə onu tanıyandan dəli polkovnik deyirəm ona. Görürsən, nə qədər hesablarını doldurdular. Nə oldu? Heç dondurmasaydılar nə oldu? Küçədə vurdular, küçə uşaqları, o küçədə daş atan uşaqlar vurdular, başını öldürdülər. Çırpa. Elə bil, məsələn, bir dənə oğrunu, o boyda ölkənin rəhbəri, elə bir küçədə bir dənə həyətə, evə girmiş oğrunu tutub, ev yəsi, qonşular neynirlər? Döyürdülər. Düz deyirdilər, ha? Çünki adam ola bilər birinin evinə oğurluğa girə. Amma bu millətin evinə oğurluğa girmişdi. Xalqın evinə oğurluğa girmişdi. Hesabın kim dondurdu? Fransa. O Sarkozinin seçilişində dedilər 1 milyard pul xərcləyib. Şəxsən oğlu əlindən aparıb dəfələrlə ola pul verib. O boyda hakimiyyətin rüşvətlə saxlayırmışlar. Pullar hardandı? Məzlumların qanundan. Məzlumların qanundan. Axırda nə oldu? Axırda da heç nə də. Başına döyə-döyə orada öldürdülər. Təpiləyib öldürdülər, ha? Təpilib. Yenə Səddam məlunu heç olmasa bir hörmət qail oldular, boğazına ip atdılar, öldürdülər. Amma onu təpiləyib öldürdülər. Leylin bu dərəcədə idi, heç olmasa biri bir gülləyə heyfi gəlmədiyi bir 7 qəpik idi onda güllənin qiyməti. 7 qəpikli güllənin ona dəyməyinə şey vurdular, öldürdülər. Bunu təpiləyib öldürdülər. İndi sən ha gizlədi İngilis bancında, ha gizlədi Amerikanın bancında. Nə olacaq? Axırı budur da. Amma qədimkilər belə deyirdi. Qədimkilər təndiri yolun qırağında denirdilər, qoyurdular ki, gəlib keçəndə, yoldan keçən birdən ac olsa, neynəsin? Çörək istəsin. Utanmaq da yox idi, istərdilər, istənməyənə pis baxarlar. Deyərlər, sən çörək verən deyirsən ki, ona görə ac gəlib buradan keçirsən, çörək istə. Əlbəttə, təklif deyilərdilər. Belə idi. Bu xanım da istəyirdi, təndiri bərəkətli olsun. Dedi, ağa, istəyirəm, sən öz mübarək əlinlə o çörək, bu kündələri yapasan bu təndirə. Ağa biraz imtina elədi.
Gördü bu əl çəkmir, dedi gedək. Ağa istəmirdi o işi görsün. Nəinki şənində deyir, dədəsi Əli xəmiri eləyirdi, təndiri salıb çörəyə bişirib verirdi. Xəmiri eləyirdi, verirdi, təndiri salıb deyirdi, apar bişir. Amma iş başqa idi. İş başqa idi. Dedi ki, gördü əl çəkmir, gəldi. Xəmiri yapdı, ora qayıtdı, çıxdı, gəldi. Biraz keçmişdi, oturmuşlar, gördülər, o xanım gəlib. Dedi, ağa, vallah, çörək bişmir. Çörək bişmir. Elə necə yapırsan, elə qalıb. Bir axı mən dedim, bizə Allah o qədər fəzilət verib, o qədər kəramət verib. Nəyə əlimiz dəysə, Allah onu dünya odundan da qoruyar. Nəinki cəhənnəm odur. O kişi gəldi bir mollanın yanına Kərbəlada, dedi, bu əti atmışıq, danışmışam bunu. Tezdəndən axşama qədər qaynamır ki, qaynamır. Molla dedi, hardan almışsan, dedi, həmişəki yerindən, nə tər bişirirsən, dedi, həmişəki kimi, bəlkə qaz qutarıb, dedi, yox, hər şeylə tezdəndən axşama qədər. Bir xeyli fikirləşdi, dedi, bu əti necə alırsınız, dedi, heç səhər gedir, alırıq, gətirir, qoyuruq qazana, sonra gedirik hərəmə ziyarətə. Bu büyün ətə gedən dedi ki, dedi, yox, hacağa, büyün fərqli oldu məsələ. Necə oldu? Deyir, mən getdim, əti aldım, qaydanda gördüm, hələ vaxtımız var. Mən biraz tez durmuşdum yuxuda. Dedim, fürsətdir, girim Həzrət Abbasın hərəmində 2 rəkat namaz qılım, çıxım. Bu əti də qoydum cibimə kağızda, girdim orada namaz qıldım, çıxdım. Bundan artıq bir şey eləməmsən, bu molla, bu seyid dedi ki, elə o bəsdir, o kifayət eləyir. Allah vədə verib. Kim o Həzrət Abbasa canlı, cansız pənah gətirsə, hansı ət parçası, hansı can parçası, onu nə dünyada yandırmaz, nə axirətdə yandırmaz. Allah bu cürədir, belə bir kəraməti verib bizə. O bişməz. Gərək mən gedəm özüm təzədən onu bişirəm. Bax, budur. Budur bizim əlimizdə, budur bizim ixtiyarımızda. Bugün, dünən, ölüsü də, dirisi də. İndi biri deyir ki, bu ölüdə nəmləyir, qoy desin də, nə? Təvəssül eləmək olmaz, nə bu ölüdə nə tərişdir, nə bilim nə. Cəmaət elə bilir ki, hər şey təbiətin qanunu ilə elə düz olmalıdır. Ancaq qulağı eşidən eşidə bilər, qulağı kar olan eşidə bilməz. Bəs onda niyə görə biz insanların içərisində insanlar var, onda gərək bir dənə də qanun bu ola ki, ancaq eşidilənlər, eşitməyə qabiliyyəti olanlar eşidilsin, də elə deyir, səs olsun, eşidilsin. Maddi bir səs olsun, eşidilsin. Onda niyə bəzən, nədir bunun adı, eşidilməyə qabiliyyəti olmayan şeylər də eşidilir? Elə deyir. Bəzən insanlar elə şeylər eşidirlər ki, tarixdə onu heç kim eşitməyib. Əslən o eşitmək yolu deyir. Elə deyir. Görülməmələri niyə görürlər? Qanun budur ki, biz bu divardan o ananı görməyək. Amma nə qədər insanlar var bu divardan o ananı da görürlər. Elə deyir. Bunlar vərdiş veriblər ilə dəvəni dəvə doğsun. Amma Həzrət Salih qayadan bir dənə dəvə çıxartdı, yanında da balası, döşü də dolusu dünən. Kim idi o dəvənin dədəsi, erkəyi? Kim onu o qayanın içərisini özdə tövlədən açıb çıxartmadı, elə bu qayadan çıxartdı. Bizim belə istisna məsələlərimiz var. Kim deyir ölü eşitmir, kim deyir ölü danışmır? Niyə? Eşidir də, danışır da. Az olub Həzrəti Əli gedib oturub qəbrəstanlıqda ölülərlə danışıb, elə bunların o müşrik məlun babaları ilə, möminlərlə çox danışıb, amma onlara gedəndə də bir atıb, yaxşı olsun yeriz. Yaxşı olsun yeriz, yəni cəhənnəmiz biraz da artsın da. Həzrət Salman gedirdi, ölünü dirildirirdi, soruşurdu ondan, danışırdı. Getdi, dedi, Salman dirildi, birini dedi ki, necə can verdin? Dedi ki, elə bir küt qayçı ilə bədənimi xırda-xırda doğradılar. Elə can verdim. Tez Həzrət Salman qaytardı yerinə, gəldi, ya Rasulallah, biz neynəyəcək? Dedi, narahat olma, mən olacam sizin başınızın üstündə. Bu cürə. İndi bunlar ki, deyirlər, nə böyle eşitməz, öyle danışmaz, qoy elə o cürə fikirləşsinlər. Demişik də dəfələrlə, axı, hər adamın şey, hər şey hər adamın xörəyi deyir, axı. Hər yerə hər adamın sinəsinə düşmür, axı. Hər sigaret məsələndə belə bu misalda, hər adamın sinəsi öskürdür onu. Hər adam elə belə də dursun pakdan, halaldan, elə necə lazım deyesin olmur.
Ona gərək ləyaqət lazımdır, ona çalışmaq lazımdır, ona əziyyət lazımdır, ona pakizə olmaq lazımdır. Çox işlər. Gəlsək biz məscidə qusurlu namaz qılsaq necədir? Namazımız necədir? Hələ namazımız batildir heç, məscidə girməyimiz də nədir? Haramdır. Hətta bəzinin nəzərində gərək elə burada diyanan yerdə təyəmmüm eləyəsən, sonra çıxasan, heç qayıdıb çölə çıxmağa da ixtiyarın yoxdur. Çünki o vaxt itirincə məscidin içərisində bu elədir. Görürsən qardaş, müsəlman deyirik, azan iqamədə əliyən vəliyullah demədik, amma dəstəmazsız namaz qılsaq nədir? Namazımız batildir. Ona görə nə olsun əliyən vəliyullah deyir, nə olsun əşhədü ən la ilahə illallah deyir. Bu boyda namaz ki dinin sütunudur, bir stəkan su onun şərtidir. Elədir, elədir. Niyə təəccüb eləyirlər? Ola bilməzə bir adamın Allahı ola, Peyğəmbəri ola, qiyamətə inana, ahirətə inana, beşdə inana, cənnətə inana, cəhənnəmə inana, 124 min ayənin hamısını əməl eləyə, amma adi bir, məsələn, imaməti qəbul eləmədiyinə görə cəhənnəmə gedə. Ona dönəndə denən qardaş, bu namaz əs-salatu əmududdin, namaz dinin sütunudur yoxsa yox? Sütunudur. Və onda bir stəkan su olmayanda o niyə batıl olur? Bir stəkan su. Ki, üzüyü yuvasan, qolları yuvasan, başı. Bax, bu başa mət çəkməkdən nə var axı bunu çəkməsən bu boyda namazı batil eləyir? Yəqin bir hikmət vardı, elə deyir. Bəs onda o vilayətdə hikməti çox-çox böyük artar. Axtarcıla. İmamətin, hikmətin namazla, dəstəmazla müqayisə eləməclə. Elə bir, güya məsələn də, fərz eləyənə, məsələn, bunun ki imaməti yoxdur, bu ki İmam Rıza əleyhissalamı tanımır, güya məsələnə, köynəyində ki, burada axırda 2 dənə qoşa düymə olur, ha. Biri adətən artıqdır da bunun. İndi mən atsam bu düymənin birin, heç fərq eləməyəcək, hiss də eləməyəcəksə, elə ona bənzədirlər. Güya elə bir 2 dənə yanbayan düymə düşüb, biri qırılıb düşsə də heç nə olmaz. Yo, bu sütundur. Əslən, sütunlar buna bağlıdır. Nəinki sütundur? Sütunlar buna bağlıdır. Namaz ki sütundur, oruç ki sütundur, xums ki sütundur, cihad ki sütundur. Bunların hamısı nədir? Ona bağlıdır. Bir misal deyim, tarixdə Kərbəladan sonra nə qədər qiyamlar olub? Çox. Neçəsini biz qəbul edirik? Çox azın. Niyə çox azın qəbul edirik? Belə qiyamlar olub, qanlar tökülüb, şəhidlər olub, nə olub? Niyə azın qəbul edirik, çoxun qəbul? Çünki o çoxu ki var da, o çoxun başında imam yox idi. İmamın sözü yox idi. Ona görə, ağa qiyam eləmişəm, inqilab eləmişəm, düşmən öldürmüşəm, nə eləmişəm, səhv eləmişəm. Sən elə bil, mənim məsələn, həqqamı götürüb geymişsən, getmişsən Məkkə ziyarətinə, Yəmətisdə namaz qılmağa. Hökmün nədir? İşqallıdır. Sən burada işqallı iş görmüsən. Bu boyda şeylərin hamısı bağlanıb imamətə. Və bunu düşünmək, dərk eləmək, başa düşmək, insanın o bayaq dediyim vəzifələrindən biridir. Balaca şey deyir imamət. Ki, biz məsələn elə hər dəfə məhərrəmlik gələndə biraz İmam Hüseynin ağlamağından danışırıq, biraz İmam Əli Əkbərin şəhid olmağından danışırıq, biraz İmam Hüseynin şəhid olmağından danışırıq. Belə deyir məsələlər. Məsələlərə bir tərəfli baxmaq insanı çox aşağı salar. İnsanı fəzilətdən salar. Biz İmam Hüseyni ancaq ağlamaq kimi baxsaq, biz məsələn fərz ilə İmam Sadiqə ancaq bir məzhəb başçısı kimi baxsaq, yox, bunların cəhətləri, bucaqları həddindən artıqdır. Baxın məzlumiyyətə. Biz məzlum deyəndə Əli əleyhissalamı hamıdan böyük məzlum hesab edirik. Elədir. Elədir də. Hamı da bunu deyir. Niyə Əli əleyhissalama deyirik məzlumdur? Tək qaldı da, haqqı əlindən aldı, haqqının da əlindən alınmağı nədir? Tək qaldığından idi də, Peyğəmbər demişdi, 5 nəfər olsa müdafiə elə özü, haqqı tələb elə deyir. Həzrəti Əli deyir, ən böyük məzlum, məzlum aləm Həzrəti Əli. Niyə tək qalmışdı, haqqını ala bilmədi, haqqı zay oldu. Gəlin İmam Sadiqin məzlumiyyəti barəsində kimsə danışanda eşitmişsiniz ki, İmam Sadiq əleyhissalam məzlum imam. Və ancaq şəhadətində yadında olar, belə eşitməmişik. Amma bilirsiniz İmam Sadiq əleyhissalamın nə boyda məzlumiyyəti var idi? Həzrəti Əli əleyhissalam 4 nəfər adam tapa bilmədi gəlib ardında dursun, təsdiq eləsinlər bu sözü. Adam yox idi. Amma İmam Sadiq əleyhissalam
4000 nəfərə, hətta önləri bir dənə xanım tarixçi danışırdı, 40.000 nəfərə dərs deyib, 4 nəfər yox idi içərisində, onlara dərdən desin. Onlarla haqqını tələb eləsin. Çünki o 4 nəfər, 5 nəfər söhbəti var, Həzrəti Əli əleyhissalam barəsində ki, haqqı müdafiə edirsən. O başqa imamların da barəsində var. O başqa imamların da barəsində var. Çünki neçə dəfə gəldilər o Bəni Abbas ilə Bəni Ümeyyə lənətullahi əleyhim əcməinin o bir-biri ilə çəkişmə zamanında ki, dedilər imama ki, qiyam elə fürsətdir, bunların başı qarışıb, qiyam elə fürsətdir, bunların başı qarışıb. İmam ya barmağı ilə göstərdi 5 dənəni, ya orada keçi ot deyirdi neçə dənə, onun sayını göstərdi. Filancası da deyir, mən saydım, gördüm keçi 12 ya 13 dənə keçi var. Dedi, bu o keçilərin sayı qədər bizim köməyimiz olsa oturmaq bizə haramdır. Ya barmağı ilə göstərdi, belə tərəfdarımız olsa oturmaq bizə haramdır. İmam Baqi, İmam Sadiq əleyhissalam ki, 40.000 nəfərə, yəni ən azı 4.000 nəfərə dərs deyirdi. Arasında 4 nəfər yox idi, dursun, qoşulsun, onlarla haqqını tələb eləsin. Ya ən azı 4 nəfərdən artıq adama ürəyi qızmırdı söz deməyə. İmam Rıza əleyhissalamın yanında İbn-i Şam da var idi, Əbasət da var idi. İbn-i Şam da görürsünüz da. İbn-i Şam idi, o İbn-i İshaq idi, İbn-i Şam idi. O deyirdi, pul da yaxşıdır, imam da yaxşıdır. Pul da yaxşıdır, imam da yaxşıdır. Kəxəliz gör imamı nə ilə tərəziyə qoymuşdu. Pul da yaxşıdır. Nə Əbasətdir də, indi 1-2 nəfər də ondan başqa idi. Gördünüz də onlarda nə oldu? Biri məsələn orada şəhid oldu, biri də orada şəhid oldu. Biri də hələ vəzir kürəkəni olmaqlıqdan təzə-təzə ayılırdı. Onda ki, imam elə, sən bizim adamımızsan yadına deməklə təəccübə gəldi, təşviq olundu belə bu cürə. Belə, neçə nəfərlərdə ki, o imamla bir yerdə çıxmışdılar Mədinədən ki, imamın ailəsinə, uşağına söz vermişdilər. Siz narahat olmayın. Bilirsiniz də, imamın Mədinədən, onun deyirində, məsələyə bir cəhətdən gərək baxmayaq. Neçə cəhətdə? Gərək bunların belə təhlil olunsun həyatları, sonra da öz həyatımızda tətbiq olunsun. İmam ki, gəlirdi Mədinəyə, bir dəstə şiyə sevinirdi. İmam gedir vəzifəyə, oradan bizə əl yetirəcək. Bir dəstə bu keyflə yaşayırdı. Bir dəstə amma etiraz edirdi imama ki, getmə, biz varıq. Amma əslində yox idilər. Və imam bilirdi, olsalar da bunların gücü deyir. Bir dəstə də ağlayıb şivən qopardırdılar. İmam bunlara deyirdi ki, bərddən ağlı olun. Və ailə uşağına da deyirdi ki, bərddən ağlı olun. Qoy deməsinlər, mən sevincimdən gedirəm, kefimdən gedirəm. Qoy mənim evimdən şivən səsi qalxsın, bilsinlər ki, mən məcbur gedirəm. Ki, bəzi adamlar olacaq, allanacaqlar bu işlərdə. O məmur ki, gəlmişdi imamı aparmağa, deyir, and olsun Allaha, Kərbəlada belə şivən çox qoppamışdı, Üsəra Kərbəladan tərpənəndə, Mədinədə də tarix boyu elə bir şivən olub. İmam Hüseyin Mədinədən çıxanda elə ağlaşma səsi Mədinədən çıxmırdı, amma bu İmam Rıza çıxanda bu ağlaşma səsi evindən çıxdı. İmam özü demişdi, özü tapşırmışdı. Və nəhayət bir dəstə adam ki, imama söz vermişdilər ki, siz narahat, imamın ailəsinə arxan eləmişlər ki, siz narahat olmayın, biz axır qanımız nə qədər damarımızdadır, buna heç nə olmayacaq. Özləri də şücaətli, cəngavər adamlar idilər. İndi biz öləndən sonra o qaldı Allahın ixtiyarında. Bax, həmin adamlar idi, bir vaxt gəldilər, İmam Rıza əleyhissalam vəliəhdiyi qəbul edən and içdilər ki, biz bunu öldürək. Bu kafir oldu, biz bunu öldürəcəyik. Və axıra qədər də neynədilər? Axır damla qanlarına qədər də verdikləri sözə əməl elədilər. Amma əksinə. Neçə yerdə istədilər imamı öldürələr, hərəsi bir yerdə öldü, hərəsi bir yerdə öldü, hərəsi bir yerdə. Axırda biri həyasın, biri gəlmişdi, neynəmişdi? Girmişdi evinə ki, o kişi onu orada neynədi? Cəhənnəmə vasil elədi. Baxın, insan Mədinədən çıxan da nə formada çıxmışdı. Gəldi Xorasanda necə oldu? Bunlar həmin adamlar idi ki, imamın müdafiəsinə and içmişlər. Amma nədən döndülər? İmamın hərəkətindən döndülər. Niyə imamın hərəkətindən döndülər? İmamın hərəkətini səhv bildilər. Və onda niyə bunu əvvəldən imam deyirdin?
İmam axı qabaqcıl deməkdir, imam rəhbər deməkdir. Axı buna, axı sən bugünkü sən 5 manata görə əl çalıb rəhbər deyəsən, şuar deyəsən, sonra da keçəsən bu yanda neynəyəsən? Başlayasan lənət oxuyasan, başlayasan söyəsən, başlayasan dalıcan danışmağa. Dünənlərə qədər iqtidar idin, bir gün döndün oldun müxalif. Niyə? Payı kəstilər. Axı sən imamı ona görə imam deməmsən axı. Allah rəhmət eləsin Feyz Kaşanidir. Gərçi imam-ı fərz əst bəhri hidayəti xəlq. İmam-ı fərzidir bu. Özdə Allah onları göndərib nəyə? İnsanları hidayət eləməkdən ötürü. Vəllahi ma qəbilna min qeyrikəl imamı. And olsun Allaha, biz də səndən başqa heç kimin rəhbərliyin qəbul eləməmişik. Bu görüş sözdə gərək insan nə ola? Sədaqətli ola, sadiq ola. Və necə qəbul eləməmsən, elə bir dənə hərəkət ilə. Əslən imam, hələ bir nəfər dedi ki, İmam Rıza əleyhissalam ki, o üzümü, suyunu ya o üzümü yedi ki, bilirdi orada, bilirdi də imam orada zəhər var elə. Niyə yedi? Dedim, orada şəkkə düşmürsən, dedə orasında şək. Dedim, onu çıxar ürəyindən, şeytan o bir dənə üzümün giləsindən səni aparacaq, nə eləyəcək? Salacaq, bir dənə üzüm bağına ki, başlayacaqsan oradan şərab çəkib, içib və satmağa. İmam kimi qəbul eləyirsən, dedi, bəli. İmamın hikmətsiz işi olar, dedi, yox. Dedim, onda get. Dedim, bir söz deyərəm sənə bəzi şey. Onun cavabın bəzi şeylər deyərəm sənə. Qəsdən özüm demirəm ki, bir də bu fikrə düşməyəsən. Elə bu ki, imamətin bunun bu formada qəbul eləmsən, gərək elə belə də qəbul eləyəsən. Bəlkə sabah gəldi, imam sənin oğlunun başın gözünün qabağında kəsdi. Elə deyir. Bəlkə gəldi sənin ailəyi astı. Bəlkə gəldi sənin evi dağıtdı. Necə gəldi ona dedi, arvadı boşa süd bacındı, ev oğurluqdu, çıxdı, qaçdı, ay cəmaat ev oğuru girib. Eşitmişsiniz də onu dəfələrlə. Geldi imam idi, dedi evə oğru girib. Bəlkə imam gəldi sabah sənin oğlunun başını kəsdi. Bu günləri zəhərlənmiş üzümü imamın yeməsini o imanında həzm eləyə bilməyən adam sabah gəlir imamla üzbəüz dayanır. Sabah gəlir imamla üzbəüz dayanır. Dünya çətindir. Dünyanın bir dənə yolu yoxdur ki. Dünyanın müxtəlif yolları var. Müsbətdə də, mənfidə də. 5-6 dəqiqə istəyirəm. Bu hədisi də saxlayarıq inşallah. Gələn dəfələrdə oxuyarıq ki, hədis bu idi. Mömində gərək 3 dənə sifət olar. Biri Allahdan, biri Peyğəmbərdən, biri imamdan. Allahdan sirr ötməkdir. Peyğəmbərdən cəmaatla yola getməkdir. İmamdan da səbr. Səbr eləmək, dözmək. Həm asanlığa, həm çətinliyə. Az çətinlikdə dözəsən, səbr eləyəsən, kafir olmayasan, əziyyətlərə qatlaşasan. Pulun da çoxaldı, asayişin çoxaldı, qudurub gedib nə eləməyəsən? Azmayasan. Səbr o deyir ki, yoxdur acımdan şükür elədim. Yoxluğa dözüb, məcburiyyət qarşısında dözüb, şükür eləyib, sabir ləqəbi almaqlıq asandır, ola şükür eləyib, sabir rəqəbi almaqlıqdan. Bax, yoxdur da. Mənim səbr eləməkdən başqa nədir? Heç bir əlacım yoxdur. Amma bir dənə zirərlik eləyirəm. Şeytan məni alladıb Allaha, Peyğəmbərə, imama, dinə bədbin eləyə bilmir. Elə deyirəm, ilahi rizən bir qəzaq. Öldürsən lazımdan dinməyəcəm. Bizim qonşuətdə bir kişi vardı. Evin üstünü sual deyərik də biz öyle saksıdan. Külək atır bir dənə, bu da oturur. Biraz əsəbi kişidir. At. Böyle hamısında boşalsın, bir kəlmə ağzımı atır, bir söz də deməyəcəm. Tök yeri, eybi yox, tök yeri. Sən tökətsən, salamat qalsan, mən qaytarıb sabah eləyəcəm, yığacam yerinə inşallah sənin qüvvənə. İndi bir işsiz sınsa onu da təzəsini alaram, qoyaram. Da bu yolla da olsa Allahla aranı vırmır da, belə ürəyim boşaldır ancaq belə. Elə bir sənə üzümü tutub ondan cilayı eləyirəm. Yoxdur da bu, uçurdur. Məcburdur bu səbr eləsin. Biraz zirəli gəlir ki, şeytana ipucu vermir. Şeytana bəhanə vermir. Amma var da məsələ çox çətindir. Var. Almışam kababı, gəlmişəm evə. Allah eləsin. Gəlmişəm evə. Acından da ölürəm. Acından da ölürəm. Lavaşın arasında özdə. Sumağı, istiyotu, nə bilim, vəzərisi, kəvəri də arasında. Gəldim,
həyətdən keçəndə qonşu yadıma düşdü. Qonşunun qapısını gördüm, yadıma düşdü. 100% də bilirəm nədir? Acdır. Ya acdır, sırf kötüyündən ac yatacaq, ya da ki, yeyibsə də elə bir, məsələn, su içib. Məsələn, ya bir dənə soğanı atıb bir suyun içərisinə, biraz da duz töküb, qaynadıb onu içib, bitişə çörəklə. Bax, indi səbir buradadır. Görək, aya sən də bir gecə ac qalmağa səbir eləyəcəksən, o lavaşdan ki yağdamırdı, yolda fikirləşirdin onu, axırda belə soğanın bükəcəm ona, hop atacam ağzıma. O ləzzəti qonşuya verib onu yedizdirib, yatıb ləzzət aparmağa dəyişəcəksən ya dəyişməyəcəksən. Çətin məsələdir. Mən olsam məsələn zirəyli yerərəm, çağırıram qonşunu, deyərəm qonşu, gəl kabab almışam, yiyək. Gəlincətdə ikisini yiyərəm, ikisi qalar. Birini o yiyər, birini mən, hə, məsələn. 4 dənə idi də gəlsəydi vaxtında ikisini o yiyəcəkdi, ikisini. Məsələn, belə. İndi biraz məsələn, mən molluyam da deyərəm ki, laf belə çox imansızlıq eləmərəm, heç olmasa yadıma düşər, hə. Onda da belə bir iş çıxardaram, hə. Elə deyir, qardaş. Biz evimizdə həmişə nə olur? Aşın qədimdə qonşuya pay göndərən. Çərşənbənin bəzi özünə görə əfsanələri, xüsusiyyətləri var idi. Məsələn, çərşənbə günü qədim bizlərdə toyuq kəsməzlər, toyuğu bir gün qabaqdan kəsərdilər. Biri məsələn nə bişirərdi? Məsələn, bizim qonşuda yaxınlardan biri vardı, onların mifində, əqidəsində çərşənbə günü plov bişirmək bunlara düşmür. Düşmür də, indi avam cəmaatdır da. Nə tər olubsa, bilmirəm, heç valla soruşmamışam o hardan qaynaqlanıb, görə bir dəfə geçsəm soruşam inşallah. Ya indi məsələn, aşı süzüblər, götürəndə qazan aşıb dağılıb. Ya süzüblər, məsələn, lampanın öğütü şeyində maşınka var idi. Maşınkanın öğütü qutarıb, bunlar da çördə mal heyvan sağır. Hətta ki, plo da cın taməlirdi orada. Düşür orada cız eləyir, hə? Bir də onu da gəliblər, görürlər ki, baytda da pulu elə necə qoymuşuq elə. Elə bil İmam Rıza əleyhissalam əlini çəkib üstünə. Heç isti də keçməyib. Daha xəbəri yox deyə bunun nöğütü qutarıb. Elə adın qoyublar nədir? Bizə aş düşmür. Belə şeylər olur. Nəsə, daha bundan danışda çox olar. Hə? Neynərdilər? Əvvəl qazanın ağzını açanda birinci payı ora göndərərdilər. Və elə ilah maşallah. Birinci çörəyi çıxardanda təndirdən, indi qonşuda da görürsən yaxın-yaxın olur ev, təndir yaxın-yaxın olur. Uşağa verərlər, bir dənə apar ver qonşuya da. Bunların evinə girib axı birinci. Bizim evimiz o yandadır. Yaxşısından verərdilər, belə eləyərdilər. İndi bir dəfə özünün yağın yığır yer, 2 dəfə yağın yığır yer, 3 dəfə yağın yığır yer. Da o dibinin suyu qalır, içində də belə mikroskopla baxsın, tək-tək soğanın o yanmış yerləri görüşür ki, o da çömçəyə gəlməyib də sürüşüb düşüb. Deyir, özdə tullayacaq. Ay balam, qonşuçılıqdır, Allah acıq gedər. Gəl bu yeməkdən çəkim aparım, ver onlara. Çəxəliz yemək çəkəndə anneqroqotun çəkəydin, belə kaftovla. İndi qalıb orada, özün yeməyə halın yoxdur, onu göndərirsən. Lan talanul bir rəhətdə tünfiqu mimma tuhibbun. O ləzzətli, dadlı istədiyinizdən vermə söz, Allah sizi infaq eləyən yazmayacaq. Belə, qədimdə məsələ belə idi. İşin də gərək insan neynəsin? Bu cür eyləsin, yaxşısından versin, yaxşısından əta eyləsin. Və sözüm nədəydi? Sözüm bunda idi ki, bu dünyanın işləri çoxdur. Yolları da çoxdur. Səbri də çoxdur. Səbrə onu misal gətirmişdim ki, səbr imamdan ki bizdə səbr olmalıdır, tək fəqirliyimizə aiddir. Dövlətdə olan halda bizim səbrimiz daha artıq olar. Tənbəl adamın, qorxaq adamın şücaətinə nə verərlər? Bax, şücaət o idi ki, Həzrəti Əli dedi, as qılıncı ora. Şücaət o idi. Şücaət o idi ki, malikəclər Maviyə Məlunun düz boğazından çəkdi, qılıncı qayıtdı dala. Şücaət o idi. Amma yoxsa mən ki qorxumdan qaçıb dağın dalında gizlənmişəm, müharibədən 3 gün sonra çıxıram ortalığa, deyirlər filan kəs də şücaətli adamdır, buna şücaət verəməzlər.
Bəli, bax səbr, o əsl səbr odur. Amma qaldı ki, 10 dəqiqə istəyirdim deyəm sizə, həyatın yolları müxtəlifdir. İstər mənfidə, istər müsbətdə. İnsan əvvələn bir nemətdən, və mən o dəfə dünənləri tələbələrə mədrəsədə misal vururdum. Deyirdim, bax, qabaq biz bir yerə gedəndə bir dənə aparat götürürdük şəkil çəkməyə. İndi adətən belə olurdu. İndi mən də eləməsəm, sən də eləməsən, belə eləyərdilər. Sonra bir dənə video çıxandan sonra kamera götürərlər canlı çəkməyə. Bir dənə saat götürərdilər. Ya qədim kişilərin buradan var idi. Sepin buradan bağlayırdılar, bu yan ciblərinə qoyurlar. Filan bəsməkən. İndi bir dənə telefondur, həm şəkil çəkir, həm video çəkir, həm zaps edir, həm səs yazır, həm montaj edir, həm nə bilim nə edir, internetə girirsin, nə bilim, mesaj göndərir. Da 1000 dənə funksiyası var, elə forması budur da. Da bu belədir. İndi qardaş, bu bir dənə telefondan danışmırıq biz. Biz bir dənə cəmiyyətdən danışırıq, bir dənə dünyadan danışırıq. Allahın heç bir yerindən meyraca getmək olmaz ancaq dünyadan başqa. Nə Marsdan, nə Yupiterdən, nə Merrixdən, nə o birisindən, nə bu birisindən. Heç yerdən meyraca getmək olmaz. Meyrac ancaq yerdən gedilməlidir. İnsan mələkdən heç nəylə artıq ola bilməz. Məgərin ki, bu yer üzündə namaz qıla, oruçda ibadət eləyə. Allah insanı sevməz, əgər insan yer üzündə gəlib ibadət eləməsə. Bu dünya çox qiymətlidir. Bunu biz bir tərəfli bundan istifadə eləməyək. Gərək bundan hər tərəfli istifadə eləyək. Amma qaldı istifadə eləyənlərə, bir neçə kəlmə, bunu deyim, tamam eləyirəm. İstifadə eləyənlər də gərək neynəsinlər? Hansı yolu tutublar, ondan düzgün istifadə eləsinlər. Normasında istifadə eləsinlər. İmam Əli ibn Musa Riza aleyhissalamın ətrafına baxın. Məmun axırda imama üzümü yedirtdirir. Ona qədər imamın çəkdici əzabların, əziyyətlərin hamısı, ölüm təhlükələrinin hamısı imamın ətrafında olanlardan idi. Hamısı da gecə namazı qılanlar idi. Hamısı da ibadət eləyənlər idi. Özdə imamla bir yerdə gəlmişdilər Mərvə, Xorasana. Hamısı da Allah-u Əkbər deyirdi. İbn-i Mulcəm Məl'un Həzrəti Əlinin tüləqası idi də, azad elətdiydi o Nəhravanda, demişdi, çıx getsən də. Bir dəstə ki, buraxıldı, getdi, onlardandı. İmamla gəlmişdilər ora. Biri imamın əleyhinə and içdi, bir dəstə çəkildi, dara qarışdı, bizdi deyir, oturdu evində, bir dəstə də getdi, bir başqa işlə məşğul oldu. Düzdür, dünya çox qütblidir, neçə qütblidir. Ola bilər sözümün əvvələ biraz rabitəsi olmasın, amma da rabitədə həyatdan keçib də, söz deyil, harada gəldi gərək deyəsən. Neçə qütblidir. Mən bir dənə adamın bir iş görə bilərəm. Ya burada danışa bilərəm, ya orada oturub qulaq asa bilərəm. Elə. İndi bir dəstə adam oturur burada danışır. Bir dəstə adam oturub orada qulaq asır. Bir dəstə adam nə ondan eləyir, o birisindən çıxır gedir. Hamının özünə görə əlində əsası və dəlili var. Özünə görə özünün istidlalı var. Bu deyir ki, bir dəstə imamı sevir. Bir dəstə imamla düşmən. Biz ki bir dəstə edirik, indi olduq 2 dəstə, mən də 3-cü dəstəni yaradıram. Mən də gedib otururam evdə, görək hara, nə olsa, onda çıxaram mən də özə. Belə, bunun da bir dəlili var, bunun da bir dəlili var, bunun da bir dəlili var. Elə. İndi mən ya danışa bilərəm, ya otura bilərəm, ya da ki çıxıb gedə bilərəm. İndi çıxdım, getdim, oturdum, laldım məz. Heç olmasa ki, mən özüm öz fikrimə, öz dəlilimə, öz istidlalıma, öz hərəkətimə hörmət qailəmdə, elə deyir. Zeyd elə deyir. Mən evə gedəndə qorxumdan qaçıb evə getmədim ki. Mən də elə bu səhrədə idim. Durdum evə getdim, oturdum evimdə, nəsə özümə görə bir dəlil varımdı. Elə. İndi sən də oturub orada nə edirsən? Qulaq asırsan. Sənin də özünə görə bir dəlilin var. Biri buradan çıxanda, sizdən İraq, kiməsə deyə bilər, sən vallahi ağlın yoxdur, bir saatda oturursan, o danışır, sən də qulaq asırsan. 1000 dənə dəlil gətirərsən, onun əleyhinə. Məni də müdafiə eləməsən, özünə görə 1000 dənə dəlil gətirərsən. İndi biri də mənə gəldi, sən boğazı niyə yırtırsan? Kim oradan çıxdı, getdi, məsələn, gecə namazını qıldı, namazın üstündə öldü, getdi, beşdi, elə və cəmaat vərdiş edib, elə gəlib yarım saat məsciddə dincəlib çıxıyor. Mən də onun əleyhinə 1000 dənə dəlil gətirirəm. Yəni sözümün canı nədir? Kim nə iş görür, özünə görə dəlili var.
Bu problem deyil bizim bugünkü dünyamızda, bugünkü səhnəmizdə. Heç problemi yoxdur. Biz 3 nəfər idik. Əli ağa, Böyük ağa, Həsən ağa. Hərə bir yolu seçdi də. Elə deyir. Biri getdi, ovçu oldu, biri getdi müəllim oldu, biri də getdi mühəndis oldu. Elə. Bunun qırğını var. Davası yoxdur ki bunun. Söz söhbəti yoxdur ki. Və bu da lazımdır. Bu cəmiyyətə də, bu kəndə ovçu da lazımdır, çoban da lazımdır, həkim də lazımdır, müəllim də lazımdır, sürücü də lazımdır, mühəndis də lazımdır. Lazımdır, lazımdır. Yaxşı. Lazımdır. Hərəmiz də biz bu vəzifəni birini seçmişik. Elə. Özümüzə görə də əsasımız var. Həvai nəfs deyir, ha, mən məsələn tibb universitetini sevirəm, ona görə seçdim. Yox. Bəzən ola bilər ki, heç həvai nəfsdən yox, elə sırf bu adamın elə nədir? Dəlili var buna çoxlu. Hələ laf bəlkə də sabah imam zaman gəlsə, elə bunların üçünü də təsdiqləsin. Desin, sən də düz eləmsən, sən də düz eləmsən, sən də düz eləmsən. Elə təsdiqləsin bunun üçündə. Oldu. Və təbiətən də hamı həkim ya müəllim, hamı çoban ola bilməz. Bu təbiətində qanunudur. Bir dənə səhnədir, burada belə işlər gedir. Heç problem də yoxdur, gedər. Və ixtilafın çox yerdə müxtəlifçiliyin faydası var. Müxtəlifçiliyin, rəngarəngiliyin çox yerdə faydası var. Demək olar ki, hər yerdə fayda. Bizim ibadətimiz rəngarəngdir. Allah bizə deyə bilməzdir, səcdə namazın ən kulminasiya nöqtəsi deyir, qardaş. Namazın da o qaymaqlı yerində səcdə elə deyir. Allah elə deyərdi, neyinin? Allahu Əkbəri də təkbirət-i ehramı da səcdədə deyir. Elə deyir. Həmd-i surəni də orada oxun, təşəvvüs salamı da ondan sonra. Fatihə verəcəyəcəz inşallah. Fatihə verirsə gərək bozbaş gəy, ondan sonra Fatihə verəcək. Elə, niyə Allah onu eləməyib? Biraz durursan, əqusda, biraz oturursan, biraz, nə bilim, rükü eləyirsən, biraz səcdə eləyirsən. Bir dəfə namazdır, sonra orucdur, sonra xumsdur, sonra zəkatdır, sonra cihaddır, Məkkə var, filan var. Görürsən, müxtəlif. Bax, bu rəngarənglik insanın elə cəmiyyətinin səhnəsində də olmalıdır. Biri indi gedər evində oturar, biri gedər bir küncdə oturar, biri də gedər heç oturmaz. Belə, bu təbiidir, olan şeydir. Və hamısı da olmalıdır, labuddur. Çünki hamı gedib evində otursa, elə biləcəklər ki, elə bu din budur. Hamı məsələn fərz eləyir, mənim kimi gedib qəbrəstanlıqda oturub mollalıq eləsə, deyəcəklər elə din budur. Necə Sovet hökuməti onu yazmışdı. Hamı da məsələn fərz eləyir, oturmasa yerində, onda da deyəcəklər elə din budur. Hamısı da mənfidir. Elə deyir, hamısı da mənfidir. Hansı? Niyə? Kino çəkib göndərirlər Peyğəmbərin kinonu, təhqir eləyirlər. Ön qardaşlardan biri qəşəng bir dənə izah gətirdi. Deyir ki, bu ki, deyirlər müsəlmanlar terroristi, axı bu günləri hamı dəlil istəyir. Deyir, balam bunun terroristi, uşaq şuluq olur. Kişi arvaddan soruşur, arvad kişidən. Bu uşağın öz şuluq oldu. Deyir, sənin əkibsən, bu da deyir, sən doğubsan. Belə deyir. Onun boynunu atır, onun boynunu. Nə olub, uşaq biraz şuluq olub da. Uşaq da şuluq olar da, uşağın şuluğu yaxşıdır. Sonra tənbəl olur, sonra da başına vururlar qapazı. Deyir, birində vur, bu biri tərəfimdə qaşınır. Başımın bu tərəfi də qaşınır. Öyle görə biraz uşaq zirək böyücüyə. Elə, düz də təsdiq eləyirsə, düppədüz. Elə, indi buna min dənə dəlil gətirirsən. Bu boyda haqq hesabı çıxardır ortalığa. Müsəlmanın alına vurub nə? Terrorist damğası. 2 dənə xanımdan, ağadan, bütpərəstdən, ondan sonra öküzpərəstdən, yaypərəstdən gəlir, deyir ki, balam, bunların dini bu, Quranı bu, tarixləri bu, sən bunlara niyə terrorist deyirsən? Deyirsən, bunlar terroristlər, elə dindarları özdə. Bu Kalistokran gəzənləri heç. Onları dindən çıxmış hesab eləyir, onlar hesab eləyirlər, ha. Düz eləyirlər, səhv eləyirlər, mən onların işinə qarışanmərəm. Bəzən kafir də düz iş görür amma. Elə, buna mənbə, götürür Peyğəmbəri neyinir? Bir dənə film çəkir, adın qoyur Peyğəmbəri, o cürə verir qələmə, ondan sonra neyinir? Ondan sonra deyir, bu mənbəyi də bu.
Mənbəyi də bu. Görsən, bax, bunlar terroristici buradan alırlar. Və müxtəlif səbəbləri də ola bilər. Amma çox maraqlıdır. Bəzi dəstələr var, bəzi komandalar var, bəzi insanlar var, bəzi məzhəbdə olanlar var. Məsələn, cəmiyyətin içərisində bir dənə, məsələn, dini bir məsələ çıxanda deyirlər, bura şirk vilayətidir, burada hər nə desən olar. Ona görə xeyri yoxdur. Nə olanda belədir, nə olanda belədir. Amma görürsən ki, o boyda Peyğəmbərə tohin eləyib, başında bu Peyğəmbər bir dənə qalıb, əlində o da yalandan. Heç olmasa buna görə bir sözdür. Məsələn, hərəmin müftisi gedir oradan fətva verir ki, deyir, buna görə heç kim neyləsə haramdır. O ayının məsələsini bilirsiniz də, əmoğlu meşədə gedirdi, iki əmoğlu. Ağa yapışdı birinin boynundan. O birisinin də əlində tüvənc. Dedi, əmoğlu qoyma, əmoğlu bunun dizinə bir dənə güllə. İndi ayını vurmalıdır axı. Bir dənə dizinə güllə. Adam öldürdü qoyma, bir birisi dizinə də bir dənə güllə. Dedi, valla ay əmoğlu, bilmirəm, sən ayının əmsi oğlusan ya mənim əmim oğlusan. Aynı bu müftə ki, hərəmi şərifdə oturub, müfti ki, bu fətvanı verir, biz bilmədik. Bu, Obama'nın əmsi oğludur, ya Peyğəmbərin hərəmində oturub. Gündə qəbrinin yanında milyardları var orada onun hesabına, o məsciddə namaz qılmağın hesabına. Elə deyir. Yaxşı elə sən gec sinagogda qıl da namazı. Gec kilsədə pişə namaz ol da. Hələ heç Məsihini qatmırıq ha bu məsələyə. Din qatmırıq bu məsələyə biz. Yaxşı da indi hər şey getdi elə Peyğəmbərə də tohin eləyəndə sən durdun, nə elədin? Da məsələn də hər nəyə bir qulp qoydun. Bu ki da Peyğəmbərdir. Məsələn, Fələstin məsələsində dedin olmaz, Qəzza məsələsində dedin olmaz, Livan məsələsində dedin olmaz. Olmaz, sakit oturun. Suriyada qıranda cəmaatı, bu terroristlər, onda niyə durub ora hökm verirsən beləsinə? Hələ bunlarla, bu dövlətlərlə, ölkələrlə işimiz yoxdur. Elə bilərlər siyasi danışırıq. Yox, elə də söhbət eləyirik. Elə bir ustul da yoxdur, mən də oturmuşam, siz də yemisiniz, içmişsiniz, heç yerə də tələsmirik. Güclə də mən düşmüşəm məsələndə güya əlinizə. Elə də istəyirsiniz, 2 saatda oturaq, söhbət eləyirik. Yaxşı, bu ki Peyğəmbərdir. Bu ki Peyğəmbərdir. Peyğəmbərdir də buna nə qulp qoyacaqsan? Deyir, o yumurtamadın, o falvana deyirsən, heç olmasa xeyrinə bir söz demədin, ay məlun, heç olmasa ziyanına bir söz demə. Ziyanına da bir söz demə, elə deyir. İndi nətər oldu? Şiə o Peyğəmbəri ziyarət edir, olun müşrik, bu olun nə? Mömin təqvalı. Elə deyir. Bəyənmədiyi zənci durur, heç olmasa bir dənə lənət oxuyur o televizoru, o kino çəkənə, bu fətva verir ki, heç nə eləmək olmaz. Biz bilmədik sən kimin əmsi olsan. Əbu Süfyanın əmsi olsan, şeytanın əmsi olsan, Fironun əmsi olsan, Nəmrudun əmsi olsan, Margarita Thatcherin əmsi qızısan. Bilmədik. Bilmədik. Sən bilmədik ki, sən oğlansan ya nəsən. Heç onu da bilmədik. Arada bir YouTube-aya da çıx, qoy baxsınlar üzvə gözvə, görsünlər nə gündəsən. Bu da belə. Amma o saf cəmiyyətlər ki var, bayaq dedim ki, bunlar olmalıdır, təbiidir bəzən. Hətta bəzən süni şəkildə belə şeylər yaranır, ağıllı insanların arasında. Sən gedələ biraz dincəl, sən də gedələ biraz duadan yatdan yaz. Hələ indi mən də hələ buralardayam, bəzən bu süni şəkildə yaranır bəzi məsləhətlərə görə. Bunlar olan işdir. Amma ən böyük məfsədəsi bunun nədir? Ən böyük məfsədəsi budur ki, bunlar olduğu kimi görüşmür. O deyir, sən düz deyirsən, bu deyir, sən səhv edirsən, bu deyir, o kafirdir, bu deyir, o kafirdir, bu deyir, o cəhənnəm əhlidir, bu deyir, bu dini batırdı, o deyir, belə oldu. Orada niyə elə, madəm burada keçinmək olar, keçinmək olur da, elə deyir. Bir nəfər oğrunu vurmaq lazımdır. Kim vursun? Adı da mən yerdən durub gəlib onu vur, paltarımı geyib, ağaç tapıb vurunca, ağac əlində də vur təpəsinə. Elə deyir. Və məndən nə soruşursan? Elə deyir. Da indi mən yatmışam, oğru gəlib sizin evə gireyim, mənim də xəbərim olmayıb. Da onda məni də günahlandırmazlar da.
Nəsə, söz biraz axırda gəldi, mətləbin üstünə çıxdıq, bu barədə biraz söhbət var idi. Qardaşlar da tələsirlər. Ona görə mən tamam eləyim. Söz də elə çox oldu, 1 saat oldu. Allah sizi inşallah müvəffəq müəyyəd eləsin. Allah Teala sizi İmam Rıza əleyhissalamı həqiqi sevənlərdən qərar versin. Allah Teala bizi Əhl-i Beytə şiə qərar versin inşallah. Allah düşmənlərimizi məhv nabud eləsin inşallah. Onlar ki, İslam'a, dinə, Peyğəmbərə hörmətsizlik eləyirlər. Onlar ki, onları müdafiə eləyirlər. Onlar ki, ondan razıdırlar. Allah Teala'nı and verir, xanım Zəhra ehtiramına tezliklə onları rüsva eləsin. Dünya və axirətdə əzablarını əşədd eləsin. Muhammed al-Muhammed xatirinə İslamın düşmənlərin hər yerdə var, məhv nabud eləsin. İslamla ötürü çalışan, İslama can yandıran, İslam yolunda əziyyət çəkənləri Allah müvəffəq müəyyəd eləsin inşallah. Çətinlikdə olanlara tezliklə nicat versin inşallah. Allah Muhammed al-Muhammed xatirinə onları bəraətlə üzü ağ cəmiyyətimizin içərisinə çıxarsın inşallah. Muhammed al-Muhammed xatirinə hər kim hansı məqamda, hansı yerdə dinə, İslama, Allahın dostlarına xidmət edir, Muhammed al-Muhammed xatirinə Allah Teala müvəffəq müəyyəd eləsin. Günahlarımıza qələmi əfv çəksin, nəfsimizin umuduna qoymasın, şeytanın şərri vəsvəsəsini bizdən uzaq eləsin. Muhammed al-Muhammed xatirinə nəslimizdən, bədi nəslimizdən İslam'a düşmən qərar verməsin. Allah bizi sevdikləri ilə məşhur eləsin inşallah. Allah Teala bizi bəyəndiyi bəndələrdən qərar versin inşallah. Halaldan bolluca ruzu qismət eləsin inşallah. Bərəkətli uzun ömür əta eləsin inşallah. Ağla gələn, gəlməyən bəlalardan qorusun inşallah. Zalimlərin şərrindən qorusun inşallah. Zalimlərin hilələrini özlərinə qaytarsın inşallah. Muhammed al-Muhammed xatirinə Allah bizi bu əqidədə sabit qədəm eləsin inşallah. Ömrümüzün çətin vaxtlarında, xüsusən axır vaxtlarında, can verəndə, qəbir evində, bərzəx aləmində Allah Muhammed al-Muhammed xatirinə Muhammed al-Muhammədi başımızın üstündən əsig eləməsin. Ağa İmam Zamanın qəlbi nazəninin bizdən razı, xoşnud eləsin. Bizi onu sevindirənlərdən qərar versin. Onun elədiyi duaları bizim barəmizdə qəbul eləsin. Zuhurunda təcil eləsin. Bizi o ağanı tanıyıb rikabında şəhid olanlardan qərar versin. Salavat.